Salam arkadaşlar. Bugün hər hansı bir avtomobil incələməsi eləmirik. Bugün 2 dənə qonağım var. Dayonlar. Dayon Rihai H8, Dayon Rihai Y6, Y6. Deməli, bugün avtomobillərlə uzaq məsafəyə çıxacağıq. Görək, bu nə qədər şarj yer? Deyirlər ki, hər iki avtomobilin istehsalçının verdiyi məlumatdır. Hər iki avtomobilin 98 kW-lıq bateriyası var. Qoşa mühərrikdir, 2 mühərriklidir. Və bu 700 kilometr, yox ha, bu 700 kilometr, bu da 650 kilometr məsafə vəd edir. Gedək görək bunlar nə qədər düzdür. İndi təbii ki, avtomobildə, daha doğrusu o vəd edilən məsafədə bəzi şərtlər var. Həmin şərtlərdə o sürücünün ağırlığı, avtomobildə olan sərnişinlərin ağırlığı, havanın vəziyyəti, axını, avtomobilin axına qarşı olması və yaxud axın istiqamətinin olması, nəysə bunlar hamısı faktordur, şərtdir. İndi bizim sürətimiz maşınımızda neçə nəfər var? 3 nəfər bir maşında var, 1 nəfər bir maşında var və ortalama sürətimiz də təbii ki, qanunların icazə verdiyi çərçivədə maksimumda qaldıracaq. Hər iki avtomobilləri 97% şarj eləmişik. Daha doğrusu bunu 97% şarj eləmişik. Bunu isə eləyəcəyik. Gəlin mən sizə göstərim onu. Hal-hazırda avtomobilimizin 97% şarjı var. 460 km məsafə göstərməyinə baxmayın. Müəyyən dövr ərzində gedən sürüşdür. Belə deyək də, avtomobil bilir ki, artıq bu sürücü ilə 460 km gedər. Amma istehsalçı deyir ki, bu avtomobil 650 kilometrə qədər, bu isə 700 kilometrə qədər gedə bilər. Təbii ki, mərhələli şəkildə növbəti videolarımızda bunların hamısını test edəcəyik. Amma bugün uzaq məsafə test edirik, görək hara qədər gedəcəyik. 100-110 km sürətlə, yenə dediyim kimi, kondisionerə ehtiyac yoxdur. Hava yaxşıdır, heç peçə də ehtiyac yoxdur. Ona görə də getdik. Deməli, hal-hazırda mən Dayon Rihai'nin Y6 modelindəyəm. Sedan modelidir bu. 90,7 km yol gəlmişik. Biz indi 93 km ilə geri və küləyin əksinə 17,4 kW-dır ortalama sərfiyyat 100 km üçün. İndi oradan özünüz hesablayın ki, avtomobil də 98 kW-lıq bateriya ilə təchiz olunubdur və Huawei-nin TMC2 texnologiyası var avtomobildə, hansı ki, bu aşağı temperaturda istilik pompasıdır, belə deyək də. Aşağı temperatura uyğunlaşır, -18 dərəcəyə. Qlobal standart isə -10 dərəcədir. Bu biraz 8 dərəcə daha yuxarıdır. Bu da imkan verir ki, avtomobilə kondisioneri daha rahat istifadə edə bilərsən. Yəni, qayğısız elektromobil sürəsən, belə deyim. Çox, elə bir ki, pedala ayağımı göstərirəm. Maşın deyir, bir dəqiqə gözdə başa düşdüm, gedirəm. Getmir, uçur. 120 km saata çox rahatlıqla qaldıra bilirəm. Təbii ki, ondan yuxarı da imkan var, amma qanunların icazə verdiyi çərçivədə. Hə, indi maşın dəyişirik. Sedanı sürdük, yorulduq. İndi keçirik SUV-yə. Hal-hazırda SUV də bizdən gəlirdi. İndi mən bunun sərfiyyatına baxım. Deməli, bunun sərfiyyatı daha çoxdur biraz. 19,5 kW. Kilometr nədir? Kilovatdır. Kameralarımızı quraşdırırıq. Sürüşə keçəcəyik. Görək, sürüş özünü necə göstərəcək. Dayı, otur maşına. Otur maşına, dayı. Hə, keçdik. İndi H8-i sürürük. Sən nədir, qaqa? Özümü çəkirəm. Yəni, belə şey var ki. Yəni, doğal tuta bilsəm. Qaşay çəkirəm, özüm çəkim də. Videografiyə son. Özüm çəkirəm, özümü. Hal-hazırda 321 km yol gedə bilərik. 68% şarjımız qalıb. Bununla da 97%-ə çıxmışdıq. Sadəcə bunun sərfiyyatı biraz daha çoxdur. 19,6 kW-dır. Amma bu ağır maşındır biraz. O neçə ilə getdi oradan? Uyda. Mən 80-dan yerim. O neçə ilə getdi oradan? Nəhayət ki, gəldik yemək yeməyə, gedirik yemək yeməyə. Bəyəxdən yol sürürük. Acından ölürəm. Çəkməyə, yemək yeməyə gedirik. Amma bir dənə rahatlığa baxın. Təbiətin səsi. Oradan quşlar cəhcəh vurur. İndi bilməm mikrofonun eşidilir yoxsa yox. Quşlar cəhcəh vurur. Ağaclıq, yaşıllıq, sakitlik, əsl yaz havası və dayonlar. Rihai'lar. Hal-hazırda acılığın verdiyi hasıllıq üstündədir. Belə heç də eləməyə həvəsin yoxdur. Amma mənzərəyə baxırsan, elə gözəl mənzərə var burada. Elə gözəl mənzərə var burada. Deməli, dayonları test elədik. Əsas yəni mənim məqsədim o maşının kilometrajını göstərməkdir də. Yalandan demək deyil də, bu 1000 kilometr gedir, 150 min kilometr gedir. Bunu yoxlamaq lazımdır, real şəkildə.
Nəticə hələ ki yaxşıdır. Yaxşı, acam, qoy yemək yeyə, sonra danışarıq. Gözümdə çox xoşbəxtliyi görürsünüz də, çünki yemək yemişəm. Çox xoşbəxtəm. İndi gedirik maşınların yanına, kilometrajı sizə canlı-canlı göstərməyə ki, biz bura neçə kilometrdən gəlmişik və nə qədər şarjımız qalıb. İndi buradan çıxıb gedirik Qubaya. Bax, əsas məsələ odur. Gözlük. Birinci Dayon Rihai H8-ə baxırıq. Bir dənə buna texnologiyaya baxaq ki, sən asırıq. Nəyimiz var, nəyimiz yox. O neydi o? Hə. Maşın yanında qartal nəsə eləyir orada. Deməli, bizim 61% şarjımız qalıb və 292 kilometrdə ehtiyat yürüyüş məsafəsi göstərir. Amma bu artı da bilər. Çünki bizim sürüşümüzdən asılıdır hər şey. 200 kilometrdə gəlmişik artıq. 97% çıxmışdıq. İndi gedək növbəti avtomobilə. Elektrik sərfiyyatımız 16,4 kW'dır. Yenə 97%-dən çıxmışdıq. Bunda 196,6 kilometr gəlmişik. İndi deyəndə. İndi sizə bir dənə sual verim. Yaxın gəl. Sizə bir dənə sual verirəm. Nəyə görə bu avtomobil eyni yolu getmişik, eyni marşrut xətti? Nəyə görə bu avtomobil 196,6 kilometr gedib, o avtomobil 200 kilometrdən 200,6 kilometr gedib? Cavabını tapın, kommentlərə gözləyirəm. Yanacaq qalıb 300, yanacaq nədir? Elektrik. 355 kilometrlik. Və düşünürəm ki, indi gedirik Qubaya. Qubaya görə nə qədər elektrik sərf eləyəcəyik. Və biz bu elektriklə Bakıya qayıtmaq istəyirik. Bunun start stopu da yox deyə söndürəsən sən də. Gəlib çıxmışıq Dayonlardan Qubaya. 2 dənə Dayon da buradadır. Elektromobilli deyə hər yerə gedirik. İndi növbəti mərhələ, mən sizə şarjı göstərmirəm. Avtomobillər doğrudan çox rahat gəldi. Yəni, yorğunçuluq falan olmadı, Allah şükür, əsməsir odur. Tam şarjı nə qədər gedə biliriksə, neçə kilometr getmişiksə, hər birini real şəkildə göstərəcəm. Narahat olmayın, avtomobili şarj edirsəm də göstərəcəm. Tak ki, yola davam. Necə deyərlər, yolcu yolda gərək. Dayonun kurtkasını geyinək. Hava soyuqdur, çıxmışdan çölə. Buradan, onda... Ay Allah, kameranı yer edir ki, soyuqdur. Ay dədəm, vay. Gedirik. Səhər yeməyə, sonra Bakıya yola düşəcək. Heç bir şarj falan eləməmişim maşının. Yəni, heç nə, tokat falan taxmamışıq. Elə, necə gəlibsə, elədir. Getdik. O, səhər yeməyinin xoşbəxtliyini heç nə verə bilmirdim. Deməli, səhər yeməyini yedik, indi gedirik maşınların şarjına baxmağa görə nə qədər qalıb maşınların şarjı. Hə, ondan sonra artıq yenə Bakıya yola çıxacaq. Avtomobilləri təbii ki, şarj eləmədən. Şarj eləsək, təbii ki, onu sizə göstərəcəm. Getdik. Bir dənə aparat yəqin ki, gələcəkdə çıxacaq, amma hələ ki yoxdur. Bunun iyisini ötürə bilmirəm sizə. Çox möhtəşəm iyisi var. Bilirsiniz də, bunlar həm yeməlidir, hətta səhv etmirəmsə, biz uşaq vaxtı yeyərik. Yeməlidir, biz uşaq vaxtı yeyərik bunları. Və səhv etmirəmsə, çaya da qatırlar bundan. Bax, yaz fəslinin gəlişi budur bax. Maşınlarımızın açarını da götürmüşük. Gedirik. Otomobillərimizin şarj statusuna baxmağa görə axşama netici olub, yoxsa yox. Bu maşında 55% şarj qalıb. Dünən 56%-dir. 1% axşamdan səhəri itici var. İndi gedək o birisinə baxaq. Bunun nə qədər şarj? Bunda 48% qalmışdı. Bunda itici yoxdur. 48%-də qalıbdır. Ola bilsin 1% itici yoxdur. Yox, oradan biz gəldiyimiz yerdən arxa tərəfə biraz yol var. Ola bilsin ki, həmin yola əsasən 1% şarj itibdir. Bunda itici yoxdur. Onda da itici yoxdur deməli. 48% bundadır. 57% də o Y6-da. İndi çıxırıq Bakıya doğru heç şarj eləmədən. Hətta belə zaryadkanın axırına qədər sürəcəyik. Deməli, biz Bakı-Quba yolundayıq. Bakıya doğru qaydırıq ödənişli yolda. 79 kilometr gəlmişik. 79,4 kilometr. Haradasa ilk başlarda 2% boş-boşuna şarj etirdik. O da yəni batareyanın qızmasına getdi, nə oldu bilmirəm. Amma hal-hazırda 37% şarjımız qalıb. 18% şarjla 80 kilometr gəlmişik. Nə qədər qalır burada bizim? 207 kilometrlikdə ehtiyat yürüyüş məsafəmiz qalıb. Məncə çatacaq rahat.
və yolumuzdakı sürət də 90-110 arası olub. 90-110 arası. İndi mən də sürəti qaldırıram. Hal-hazırda 85-86 çalışıram ki, elə stabil olaraq sürəti 90-110 arası saxlayayım. Belə. Şəhərdə fırlanıb zaradka öldürürəm, qardaş. 445,7 km məsafə gəlmişik. Ortalama sərfiyyatımız 16,9 kW'dır. Mən sizə qalan enerjini də göstərim. 78 km-lik 14% enerji ehtiyatımız qalıb. 445 km 78 məncə rahat bu avtomobil 500 km yürüyüş məsafəsi verəcəkdir. Dayan üçün bu əla göstəricidir. 500 km. Hətta biz rayona getdik, gəldik və sizə deyim ki, yəni özümü yormadım ki, elektromobil sürürəm. Biraz aşağı sürətlə sürüyorum. Mən kondisioneri qoşmuyum, pəncərələri bağlı saxlayayım. Elə bir şey eləmədim. Rahat-rahat da sürüşümü sürdüm. 90, 100, 110, yəni icazə verilənin maksimumuna avtomobili qaldıra bildim. İndi gedirik Sibirizə. Sibirizdə çəkilişin davamını eləyəcəyik. Göstərici xoşuma gəldi. Hə, nəhayət ki, sağ-salamat Bakıya, daha doğrusu Mərdəkina gəlib çatmışıq və elə olduğumuz yerdəyik. Buradan da hərəkət eləmişdik. Xaçmazı getdik, oradan Qubaya getdik. Orada biraz fırlandıq, sonra təzədən geri qayıtdıq. Bu elektromobillərlə biz özümüzü yormadıq, sıxmadıq. Başında dediyim kimi, rahat getdik, rahat gəldik. Məqsədimiz də açığı elektromobillərin reklamı deyildi. Sadəcə şarjını sizə sübut eləməkdir ki, doğrudan da bu elektromobillər Dayon, Ruihay H6 və H8 neçə kilometr məsafə verir. Mən indi qeydlərimi aparmışam sizə. Deməli, hər iki avtomobildən 97%-dən çıxmışdıq. H8 7% qalığı qalıbdır. 451,1 kilometr yol məsafə qət eləyibdir. H6 isə 13% qalığı qalıb və 454 kilometr məsafə qət eləyibdir. 454,1 kilometr. Elektromobil üçün, Dayonlar üçün bu gözəl göstəricidir. Hətta Dayonda qalan qalıqla rahat 520 kilometrə qədər avtomobilin məsafəsini çatdırmaq olardı. Sadəcə indi biz avtomobilləri biraz daha belə sevdiyimiz üçün batareya ürəyimiz gəlmədi 10%-dən aşağı düşsün. Amma bu 7% qaldı. Bu artıq gəlməli idi bura. Elektromobillə demirəm uzaq məsafələr stansiyasız birbaşa getmək olar, amma yaxın məsafələri çox rahat şəkildə bir tək şarjla gedib tək şarjla gələ bilərsiniz. Hələlik dostlar, növbəti videoda görüşərik, izləmədə qalın.